Xəbərmi YouTube kanalının daimi izləyiciləri, hər birinizi salamlayıram. Kanala abunə olub, videoları bəyənməyi unutmayın. İnsan bir işə ürək qoyanda, əmək verəndə sonunun da gözəl olmağını istəyir. Hamımızın həyatında özünə cəsarət verib məcbur etdiyi anlar olur. Adına qismətin cəhdə aşiqliyi də deyə bilərik. Müsavat.com xəbər verir ki, bu sözləri müğənni İradə İbrahimova sosial şəbəkədə yazıb. Müğənni son günlər sənətində yeniliklər etməsindən bəhs edib. Əsas da inanmaqdır. Görünməyənə güvənmək, yola ürəklə çıxmaqdır. Həyatla mübarizəm hər zaman səssiz olub. İçimdə çəkmişəm. Bu cəhdim məni çox əyib, amma qırmayıb, böyüdüb, yetişdirib. Bu həyat mübarizə edənləri sevir. Nə demək istədiyimi bilənlər bilir. Mənim kimi bilənlərə, yaxşılara rast gəlin inşallah.